daha bir mühüm şərt rəsmi Bakının israrlı mövqeyi sayəsində Zəngəzur dəhlizi, yəni TRIP layihəsinin reallaşmasıdır. Biz bu bağlantı layihəsini yalnız Ermənistan və Azərbaycan arasında əlaqə kimi görmürük. Biz bunu bütün Avrasiyanın mənzərəsini dəyişəcək geniş miqyaslı layihə kimi dəyərləndiririk. Bu, xalqlar arasında təmasına, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin Qara dənizə, Aralıq dənizinə və Türkiyəyə birləşməsinə imkan verəcək. Bu, həmçinin iqtisadi faydalar gətirəcək. Biz sülhün iqtisadi dividendləri üzərində də çalışırıq. Xalqlarımız qısa, orta və uzun müddətdə bu sülhün müsbət təsirini hiss etməlidir. Zəngəzur marşrutunun haylara böyük iqtisadi dividendlər vəd etdiyini isə artıq hər kəs deyir. Yalnız Azərbaycan yox, elə Qazaxıstanda, Çində, Amerika Birləşmiş Ştatlarında və digər ölkələrdə. Şübhəsiz, bu məsələdə haylar üçün mühüm mövqelərdən biri də Avropa İttifaqından gəlməlidir. Niyə? Çünki ermənilər də təşkilatla təmasları daha konseptual və rəsmi səviyyəyə keçirməyə çalışırlar və bunun üçün də danışıqlara hazır olduqlarını bildirirlər. Əvəzində dekabrın 2-sində Avropa İttifaqı və Ermənistan arasında Ermənistan-Avropa İttifaqı tərəfdaşlıq üçün strateji gündəm sənədi imzalandı. Burada narahatlıq doğuran ən vacib məqam odur ki, sənədin 4-cü səhifəsində bir zamanlar Qarabağda məskunlaşmış ermənilərin könüllü şəkildə Ermənistana köçməsi didərgin salınmaq ifadəsi ilə verilir. Və bu da faktiki separatizmin dəstəkləndiyi anlamına gəlir. 15 milyon euro towards sustaining peace and a more resilient Armenia. Yeri gəlmişkən Avropa İttifaqı xarici müdaxilə ilə mübarizə aparmaq üçün haylara 15 milyon avro da ayıracaq. İndi söhbət hansı xarici müdaxilədən gedir? Bax, bu suala cavab verilmir. Hərçən Paşinyan deyir ki, bu pul onlara dezinformasiyalara qarşı mübarizə məqsədi ilə veriləcək. Hər halda xanım Kaya Kallasın Ararat Mirzəyanla görüşdə İrəvanı Rusiyaya qarşı sərt sanksiyalara qoşulmağa çağırması işarənin kimə vurulduğuna müəyyən dərəcədə aydınlıq gətirir. Dünya nizamı dəyişir və strateji mövqelərin Avropa İttifaqının ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Ermənistan da daxil olmaqla ittifaq tərəfdaşları üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin Avropa İttifaqı qərarları ilə uyğunlaşdırılması səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar Avropa İttifaqı üçün şərtdir, lakin biz tərəfdaşlarımızdan da eyni münasibətin göstərilməsini istəyirik. Belə görünür, erməni terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan Hərbi İdman Liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulmasının kökündə də hayları sanksiya məsələsində motivə etmək məqsədi dayanır. Hər bir halda Azərbaycanın vətəndaş cəmiyyətləri ittifaqa açıq etirazlarını bildirdilər və qeyd etdilər ki, belə qərarlar Avropa Təşkilatının öz prinsiplərinə sadiq qalmadığını göstərir. Olaszországot képviselő bizottságban. Avropada 5 il əvvəl ikinci şəxs, hökumət üçün məsul olan, eyni zamanda İtaliyanı komissiyada təmsil edən şəxs nəsə eləyib, dəqiq nə etdiyini bilmirik. Amma Ukrayna polisi onu saxladığı günlərdə qəribə şeylər baş verir. İndi isə Avropada korrupsiya varkən və təkcə komissiya deyil, həm də korrupsiya işləri üzrə Avropa Parlamenti indi Brüsseldə korrupsiya varkən Ukraynadakı korrupsiya haqqında düzgün bir şey demək lazımdır. Az ukraynai korrupcióról. Bu arada Avropa rəsmiləri həftə içi dəhliz mövzusunda da bəzi açıqlamalar verdilər. Verilən bəyanatlarda isə bir məqam xüsusilə diqqət çəkir. Belə ki, Avropalılar Cənubi Qafqazda kommunikasiyaların açılması üçün öz variantlarını irəli sürürlər və həmin variant 4 tərəfi Azərbaycan, Türkiyə, Ermənistan və əlbəttə ki, Avropa İttifaqını əhatə edir. Maraqlıdır ki, 8 avqust Vaşinqton görüşündən bəri Avropa İttifaqı Zəngəzur dəhlizi mövzusundan israrla yan keçməyə çalışırdı. TRIP layihəsinə siyasi və texniki dəstəklə bağlı konkret mövqe ortaya qoymurdu. Yaxşı, indi nə baş verdi? Birləşmiş Ştatlar TRIP marşrutunu rəsmi müstəviyə keçirdiyi bir vaxtda Brüssel niyə dörtlü format təklif etsin axı? Müəmmalı məsələdir. Yox, əgər Avropalı dostlarımız da Zəngəzur dəhlizindən yararlanmaq istəyirlərsə, buyursunlar, oyunlara ehtiyac yoxdur. Zaten rəsmi Bakı ittifaqın marşruta dəstək verə biləcəyi çərçivəni bir neçə dəfə elə özü göstərib. Azərbaycan üzərindən indi bir neçə nəqliyyat dəhlizi keçir və bu əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də
məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir. Yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunun tam müasirləşməsini edəcəyik və Ermənistan ərazisində dəmir yolunun tikintisi də nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu bizim növbəti tarixi uğurumuzdur. Hər halda Zəngəzur dəhlizinin Avropanın da maraqlarına cavab verdiyini görmək elə də çətin deyil və dəhliz reallaşmağa yaxınlaşdıqca bəzi ölkələrin aktivləşməsi başa düşüləndir. Qoca qitə gözəl bilir ki, müəyyən resurslara olan ehtiyaclarını Mərkəzi Asiya ölkələri hesabına qarşılaya bilər. Belə olan halda Zəngəzur variantını həm təhlükəsizlik, həm də operativlik baxımından ən ideal nümunədir. Odur ki, Avropalılar üçün Naxçıvan dəmir yolu şəbəkəsinin müasirləşdirilməsinə maliyyə ayırmaq daha sərfəlidir. Nəinki Ermənistanın absurd layihəsi üçün şimal-cənub marşrutu üzrə avtomobil yollarını maliyyələşdirmək. Asia to Europe, but also this Trans-Caspian and to corridor continuing to the Black Sea. Təsadüfi deyil ki, Qazaxıstanın Silkway telekanalına müsahibə verən Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa da Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişinin Asiya ilə Avropanı birləşdirən və Qaradəniz istiqamətinə çıxan Trans-Xəzər marşrutunun hərtərəfli inkişafı üçün geniş perspektivlər yaradacağını bildirir. Beləliklə, Avropa İrəvana lüzumsuz yardım etməkdənsə, regional kommunikasiyaların açılmasına fokuslanmalıdır, maliyyəsini bu istiqamətə ayırmalıdır. Üstəlik, onu da nəzərdən qaçırmaq olmaz ki, Birləşmiş Ştatlar həm TRIP layihəsi, həm Gürcüstanla münasibətlərin bərpası, həm də C5 üstəgəl 1 formatının fəaliyyəti hesabına Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuz mübarizəsində Avropanı geridə qoyur. Həm Amerika Birləşmiş Ştatları, həm də Mərkəzi Asiya ölkələri Trampın beynəlxalq sülh və rifah marşrutunun və Ermənistanla Azərbaycan arasında davamlı sülhün açdığı yeni imkanlarda maraqlıdır. Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistanla Azərbaycanın regional əməkdaşlıq, rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik. Yeri gəlmişkən, həftə sonu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump prezident İlham Əliyevə məktub göndərdi. Sənəddə Birləşmiş Ştatlar lideri Azərbaycanlı həmkarına Nobel sülh mükafatına onun namizədliyini irəli sürmək üçün Ermənistanın baş naziri ilə birgə müraciətə görə təşəkkür bildirdi. Məktubda o da qeyd olunur ki, Amerika Birləşmiş Ştatları dünyada münaqişələrə son qoymaq missiyasına sadiqdir və Azərbaycan kimi ölkələrin davamlı tərəfdaşlığı ilə buna nail olunacaq. Mr. President, this is your prize, this is your peace prize. There is also a beautiful medal for you that you can wear everywhere you want to go. Right now. Okay, let me hold. Fantastic. Excellent. Bir sözlə, Azərbaycanın əməkdaşlıq coğrafiyası və perspektivləri genişlənir. Hay məmləkətinin Ukrayna hadisələrindən faydalanaraq regional geosiyasi arxitekturanı dəyişməyə çalışmaqla bağlı planları isə Azərbaycanın güclü diplomatik gedişləri fonunda əlbəttə ki, iflasa məhkumdur.